Sabahınız xeyir olsun, gününüz uğurlu olsun və hal-hazırda hər kəsdən çox pahalılıq etdiyim bir insan var ki, o da Fəriddir. Bizim həmkarımız, bizim əməkdaşımız. Fərid hal-hazırda dəniz kənarı parkdadır. Özü də yanında da Respublikanın əməkdar artisti Ədalət Şükürov. Hər ikisini salamlayıram. Sabahınız xeyir olsun, gününüz uğurlu olsun. Deyin görək, dəniz kənarında nə var, nə yox? Fərid. Fidan, sabahın xeyir olsun, xoş gördük səni. Fidan, sabahın xeyir olsun, xoş gördük səni. Bugün mənim maraqlı bir müsahibim var, əməkdar artistimiz Ədalət Şükürov. Xoş gördük, sabahınız xeyir olsun. Salam əleykum, xoş gördük sizi səhər tezdən. Tamaşaçıları da salamlayırıq. Səhər oyanmaq və bulvara gəlmək. Sizinlə ilk növbədə telefonla əlaqə saxlayanda dedi ki, bugün sürpriz edəcəm sizə. Yeni bir aləti təqdim edəcəksiniz. Bəli, və çalışacağım ki, indi göstərəm bizim tamaşaçılara. Ona görə ki, bilirsiniz, adam qaçır və o qaçmaq adamı bezdirir. Və o bezdirməmək üçün elə bir şey var ki, yəni onu geyinirsən və o qaçmaq sənə ləzzət edir. Bir, ikincisi də əyləncə qatır qaçmaq. Bəli, əyləncə qatır. Necə siz əgər trenajördə qaçanda görürsünüz, monitor artıq qoyurlar və yaxud musiqiyə qulaq asırsınız və bu bezdirici olmur. Həmçinin də bu və belə deyək də, həmin bu belə deyək, məndə olan qurğu bir 30% o kaloriyaları tez yandırır və heç bir mikrotravma eləmir sizin ayaqlarınızı və sürülərini. Adətən səhərə saat neçədə oyanırsınız? Səhər biz oyanırıq. Çox çətin bir demək və kimsə sizə desə ki, siz oyanırsınız, müğənni oyanır səhər tezdən, mən inanmaram. Biz oyanırıq saat 12-də, bu gündə. Bizə görə çox sağ olun, təşəkkür edirəm. Bu qurğudur, həmin qurğu və buna deyirlər nə adı? Kengu jump. Kenguru. Bəli, onun kimi tullanma, jump. Və bu Facebook'da da var, baxa bilərsiniz. Necə gözəl bir şeydir və əgər kimsə maraqlandırırsa Kengu jumps çıxacaq bu və özünüz də görərsiniz. Bilərsiniz ki, bizim Azərbaycanda artıq bunun məşqləri də keçir. Və əgər maraqlı olsa, yəni... Siz mütəmadi, yoxsa ilk dəfə də istifadə edirsiniz bunu bir gündə, yoxsa adətən belə qalsınız? Açığı deyim sizə, mənə birinci dəfə göstərəndə, mən elə bildim, ona çox öyrəşəcəm, bir gün, 2 gün. Amma ona baxmayaraq, üstündən bir... Heç 5 dəqiqə keçməmişdi, artıq sən öyrəşirsən və qaçırsan. Səhər idmanından danışaq biraz. Bəli. Səhərlər adətən qaçmağa üstünlük verirsiniz, yoxsa digər trenajördən istifadə edirsiniz? Səhər tezdən əlbəttə ki, qaçmaq yaxşıdır. Yəni ona görə ki, yoddur. Niyə insanlar səhər tezdən görsən 6-da bura adam çox gəzir bulvarda. Biz xoşbəxt bir insanıq ki, biz dənizin qırağında yaşayırıq. Və o yodu nəfəs almaq, yoddur, bromdur, adama çox xeyirlidir. Və əlbəttə ki, qaçmağın da təri var. Yəni, biri belə qaçır, biri belə qaçır. Qaçanda gələnlərim də belə eləyəsən ki, ürəyə təsiri olmaz. Ona görə də əsas qaçmaqdır əlbəttə. Bəlkə bir-iki tur burasız buna məsəf getdik. Mən sizə göstərim. Yəni, birincisi, siz yervizdə durub, necə siz onsuz, yəni, nə eləyirsiniz? Məsələ üçün tullanmaq. Bunu da eləyə bilərsiniz. Və hansısa bir məşqlər, nə istəyirsə onu da eləyirsiniz və hər şeyə xeyirdir. Bunun da qaçmağı da ki, yəni qaçanda qaçırsan. Qaçdı. Yardıma. Ha? Ha, qaçdı. Səhərlər görürsünüz də nə qədər adam var. Elə bilsin günortadır, günorta sanırdı burada. Hər kəs istəyir gəlsin səhərdə, hava qəbul eləsin, idman eləsin. Bugün biz adətən hər gün gəlirik bura. Bugün sizinlə gəldik və həqiqətən məmnun olduq bundan. Mən də maraqlıdır, görəsən bunu necə istifadə edir. Bunu heç nələ alırsan, ayaqla geyinirsən, bunun hərəsinin özünə ölçüsü var. Ayaqla geyindim və
1-2 dəqiqədən sonra özün qaçırsan və əlbəttə ki, biraz ehtiyatlı olmaq lazımdır, minliyən şey var. Ona baxmayaraq elə oturdun, getdim. Siz adətən maraqlı kolleksiyalar yazırsınız. Bir pul kolleksiyanız var, maraqlı sizdə kameralar var. Bəli, açarlar var, kolleksiyası var. Ona görə də nə var dünyada ən birinci nə çıxır? Siz maraqlanın və əlbəttə ki, bax, bu ən gözəl qurğulardan biridir və mən hər bir kəsə bunu məsləhət görürəm. Yəni, çox sadə, geyindim, qaçdım. Neyləmə var? Qaçaq biraz var. Qaçaq, gəl qaçmır. Mən də qaçmaq istəyirəm. Bu qaçanda mən elə bir sizdən 2 dəfə artıq. Bu belədir ki, 2 dəfə artıq qaçırsınız. Bəli. Elə bir mən 1 addım atıramsa, siz 2 addım. Bəli, belə bir şey. Və əgər kimsə işə səhər tezdən tələsir, görürsünüz ki, tıxacdır, mənim əzləri. Elə geyindiniz və salam başına doydunuz və qaçırsınız ofisə. 1, 2, 3. Qaçdınız. Nə gətirdiniz? Çata bilmədim sizə. Bir addım attım ona. Hər zaman bir addım bundan öldürdü səhər. Səhərlər gedib bəlkə meyvə suyu içək, səhər meyvə suyu içmək. Səhər meyvə suyu sıxılır içmək, amma qaçanda içmirlər. Qaçanda içmək olmaz. Qaçanda, hə. Yəni, qaçanda dəydi su istəyəcəksən, ya onu gör ki, qaçanda verirsən. Bunu hara tapmaq olar? Bunu mən görürsə artıq biz neçə dəqiqədir, qaldı etdik. İnsanlar maraqlanır, insanların maraqlanır. Bunu haradan deyinirik? Bunu da təzə çıxıb tapa bilərsiniz var. Görürsünüz, əvvəl tamaşaçılar Ədalət bəyənə qurğusu hər kəsi marağa səbəb oldu. Bilirsiniz, səhər tezdən yalnız su içmək lazım. Niyə? Ona görə siz şirəni içsiniz, o artıq tələb edəcək su içməyi və onda nə mənası olur ki, siz suyu bədənimizdən çəkmək istəyir. Onda səhər şirə içmək olmaz. Bəli, şirəni sonra içmək olar və onu belə deyək də çəkən kimi içməlisiniz. Yəni, belə boyu qalsa artıq onun effekti də olmayacaq. Ben de kaçmak istiyorum. Hadi gel ki Fidan Xanımın xoşuna gəldi. Fidan Xanım artıda izləyiniz. Fidan Xanımın xoşuna gəldi və əlbəttə ki sizin də belə saatınız da olsa, yəni bu ən son saniyə ölçəndir. Hər şey ölçür, həm sizin addımlarınızı, neçə addım elədiniz. Addımı da ölçür. Addımı da ölçür, şəqəmər var. Neçə addım elədiniz, məsəl üçün 5 dəqiqə ərzində və yaxud neçə kalori yandırdınız və s. Elə bir tırnacör alətidir də. Həmin alət saatda toplaşır. Orada da göstərir də. Mesela ürək döyüntülərini göstərmir? Yox, burada pulsu göstərmir. Bu altimetrdir. Yəni hündürlüyə qalxanda hündürlüyə ölçür. Sonra dərinliyi ölçür, hər siz suyun altını ölçürsünüzsə. Yəni lazımlı bir şeydir. Özünüzə belə deyək də bir, necə deyim, siz bilirsiniz artıq nə edirsiniz, nə eləmişsiniz və gələn dəfə bəlkə həmin o 5 dəqiqədə siz daha da çox addım eləyəsiniz və yaxud kilometrajda uzun eləyəsiniz. Çox təbii qaçmırsınız və o bir qrafikə salırsınız. Tamamilə doğru. Səhər bax çoxları yatır, bəziləri indi oyanır, işə getmək istəyir. Bax biz səhərdən buradayıq, artıq o 10 dəqiqə yaxın bir canlı davam edir. İstəyirlər. Bəlkə çoxları da ömrü davam edir. Yaxınlıqda yaşayanlar gələcəkdir. Gecə Ədalət müəllimi görmək üçün burada hamının marağına səbəb olur bugünkü bağlamında. Buradan tamaşaçılara sözünüzü deyərdiniz. Səhər idmanla tənbəllik eləyib, idman eləmək istəməyənlər üçün. Və mən onu demək istəyirəm ki, hər bir kəs özünü çox istəməlidir. Və əgər siz özünüzü çox istəməsəz, siz heç kim çox istəməlidir. Ona görə də özünüzü çox istəyin, özünüzə qulluq eləyin, idman eləyin və tənbəl olmayın, durun, gedin. Və mən sizə əmin edirəm ki, əgər bir neçə gün siz səhər tezdən dursanız, bir neçə gün qaçsaz, sonra buna öyrəşirsiniz və bunsuz bacarmırsınız. Və axşam da əgər siz yatmaqdan qabaq gəçsəz biraz, tamamilə başqa cür yatacaqsınız. Ona görə də özünüzə hörmət eləyin, qulluq eləyin. Baxmayaraq neçə yaşımız var, yəni baxırsan cavan uşaqlar, maşallah bizdən də böyüdülər. Amma idman eləmirlər. Bəli, idman mütləq eləmək lazımdır. Və mən sizə deyim ki, bir 20-30 il bundan qabaq bu qədər idman
kompleksləri yox idi. Doğrudan da yox idi. İnsanlar halda gəldi, idman edirlər. İndi maşallah, bizim dövlətimiz hər bir şərait yaradır. Bu boyda bulvar var, bax, elə neçə kilometr. Elə qaçsaz, qəs eləyər. Yəni, əgər kimsə arıqlamaq istəyir, onun birinci şərti əlbəttə ki, diyetadır, ikinci şərti kardiodur, yəni qaçmaq. Günə və yaxud bir gündən bir siz 40 dəqiqə qaçsaz, bir 10 gündən sonra görəcəksiniz ki, tamamilə dəyişir. Düzgün qidalanmaqdan danışdıq, biraz ondan danışdıq. Düzgün qidalanmaq. Səhər ac qarnına gəlmək lazımdır. Siz elə suallar verən ki, elə bir itman var. Düz eləyirsiniz. Səhər prezdən əlbəttə ki, içmək, yemək düzgün gəlməz. Səhər tezdən elə duran kimi su içməlisiniz, elə belə su, bir stəkan. Yaxşı olardı ki, suyu o biri var, yayda götürür, düz xaladelnikdən götürürlər, içirlər. Çox ziyanlı bir şey. Yəni, beləsiz ki, beyninizə işləyir, meningit, sarı, çox xəstəliklər var. Ona görə səhər duranda ilıq suyu içirsiniz və yaxud hansı bir mineral suyunu içirsiniz, bir stəkan, deməli artıq başlasın işləmə. Ondan sonra qaçıb evə gəlirsiniz və gələn kimi də yatmaq olmaz. Yəni, çoxu səhər tezdən qaçır, sonra gəlir, uzanır, yatır, olmaz elə bir şey. Ona görə heç olmasa bir 30 dəqiqə, 40 dəqiqə ürək ritmə düşənəcən, siz 40 dəqiqədən sonra yedə bilərsiniz, içə bilərsiniz. Amma mən yenə də deyirəm, yəni, axşam qaçmaq, yatmaq və yaxud səhər tezdən durub qaçmaq və indi artıq internetdə də çox deyirlər ki, yəni, idmanı səhər tezdən durub güclü məşq eləmək düzgün deyil, olmaz. Nədən gücə düşür? Tamamilə də. Ona görə də ki, yəni, gün ortaya yaxın. Ortaya yaxında hamımız işləyirik. Ona görə də bacardığınız qədər səhər tezdən çox böyük nağrus gözünüzə verməyin. Elə kardio olsa bu qaçmaq, tamamilə bəs eləyər. Əlbəttə, sağollaşaq. Sağ olun. Mən sağollaşmaq istəmirəm. Onda davam eləyək. Mən qaçım da, hə? Biraz qaçaq, görüntü verək, sonra sağollaşaq. Mən qaçıram. Sizə də uğurlar, bacardığınız qədər imkan olsa bunu tapın. Yenə deyirəm, internetdə var, Kongo Jumps. Geyinin və mən sizə əmin edirəm ki, sizin o qaçmağınız da tamam başqa cür qəbul olunacaq və ləzzət alacaqsınız. Çox sağ olun, Ədəz müəllim. Minnətdarım, təşəkkür edirəm, gəldiniz. Növbəti görüşlərə qədər tamaşasına buradan anons edin. Növbəti həftələrdə biz Ədəz müəllimlə tenis oynayacağıq. Buradan canlı yayımda deyirik. Görüşərik, hörmətlə. Çox sağ olun, Ədəz müəllim. Sağ olun. Bəli, hörmətli tamaşaçılar, bugün canlı yayımda qonağım Əlalə Şükürov idi, onu gördünüz, əməkdar artistimiz. Maraqlı müsahidim oldu, yeni alət var idi, onu təqdim etdi bizə, qaçmaqla bağlı faydalı məsləhətlər verdi. Buradan biz bağlantını bitiririk, bir də yadımdan çıxmışdı, onu deyim. Sabah biz yenidən birinci gün etdiyimiz kimi gedəcəyik hər hansı bir evin və ailənin qonağı olacaq. Həmin ailə ATV Səhər izləyərsə, həmin ailəyə sponsorumuzdan hədiyyə verəcəyik. Odur ki, bizi izləyin, hədiyyə qazanın. Buradan bağlantını bitiririk. Bir an eşidirsiniz məni? Eşidirəm, Fərid. Təşəkkür edirəm sənə. Çox sağ ol. Gözəl bir süjet idi. Qeyd edeyim ki, hal-hazırda ədalət qaçmaqdadır. Siz də qoşulun. Bax, belə insanlara dəniz kənarında qaçın. Həm ürəyinizin ritmi gözəllərsin, həm də təbii ki, arıqlayın. Yaz gəlir.